Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, elə həmkarım Zeynəb də vurğuladı ki, bugün axşamdan etibarən ölkə ərazisində hava şəraiti kəskin şəkildə dəyişəcək. Yağış yağacaq, qar yağacaq və təbii ki, belə olan halda da təhlükəsizlik məsələsi ön plana çıxır və elə bununla əlaqəli olaraq, yəni bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət ünvanlayıb və onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Daha təfərrüatlı informasiyanı hazırda qonağım Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Vüsalə Zahirovadan əldə edəcəyik. Xoş gördük Vüsalə xanım. Buyurun, müraciətin detallarını sizdən eşidək. Salam, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd elədiyiniz kimi artıq fevral ayının 5-nə qədər ölkə ərazisində qeyri-sabit hava şəraitinin olacağı proqnozlaşdırılır. Buna əlaqədar Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, yəni yaxın günlər ərzində ölkə ərazisində güclü küləyin əsəcəyi proqnozlaşdırılır. Güclü küləyin yarada biləcəyi təhlükələrdən qorumaq üçün əhalini hündür tikili binalardan, reklam lövhələrindən, müvəqqəti tikililərdən, yüngül konstruksiyalı qurğulardan uzaq durmağa, eləcə də elektrik dirəklərinin, elektrik nəqillərinin altında durmamağa çağırırıq. Nəzərə almaq lazımdır ki, güclü küləkli hava şəraitlərində yanğınların söndürülməsi işi daha da çətinləşir. Odur ki, əhaliyə müraciət edərək belə hava şəraitlərində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etmək tövsiyə olunur. Buna əlavə bir məsələni də qeyd etmək istərdik ki, kiçik həcmli gəmi istifadəçiləri də nəzərə almalıdırlar ki, belə hava şəraitində dənizə çıxmaq çox təhlükəlidir və ümumiyyətlə güclü küləkli hava şəraitində kiçik həcmli gəmilərin dənizə çıxmağı qadağandır. Proqnozlaşdırılan hava şəraitlərində, yəni qeyd olunan proqnozlarda temperaturun da kəskin düşəcəyi bildirilir. Belə hava şəraitlərində elektrik və qaz qızdırıcı cihazlardan istifadə halları da artır. Lakin nəzərə almaq lazımdır ki, belə cihazlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması sonda yanğınlar, partlayışlar, eləcə də çox ciddi təhlükə olan dəm qazı təhlükəsilə nəticələnə bilər. Odur ki, əhalini yalnız saz vəziyyətdə olan, yalnız standartlara uyğun olan və kustar üsulu hazırlanmayan mexanizmlərin kustar üsulu müdaxilə edilməmiş cihazlardan istifadə etmək tövsiyə olunur. Həmçinin belə cihazlar işlək vəziyyətdə nəzarətsiz qalmamalı, onların istifadəsi uşaqlara həvalə olunmamalıdır. Buna əlavə çalışıb elektrik şəbəkələrində həddindən artıq yüklənməmək lazımdır ki, yanğın təhlükəsi yaranmasın. İntensiv yağıntıların olacağı da gözlənilir, xüsusilə dağlıq və dağət ərazilərdə qar yağacağı gözlənilir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək onları zərurət olmadıqca yaşayış məntəqəsini tərk etməməyə çağırır. Əgər hətta belə zərurət varsa da, siz bu haqda öz yaxınlarınızı məlumatlandırmalısınız, həmçinin özünüzün əlaqə vasitəsini götürməlisiniz. Əgər hərəkətiniz avtomobillədirsə, avtomobilin texniki göstəricilərinin hava şəraitinə uyğunluğu təmin olunmalı, həmçinin o kifayət qədər yanacaq ehtiyatı ilə təchiz edilməlidir. Ümumiyyətlə, belə hava şəraitlərində xüsusilə diqqətli olmaq və özünüzün və ətrafınızdakı insanların təhlükəsizliyinə həssas yanaşmaq tövsiyə olunur. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, artıq ölkə ərazisində elə qeyd olunduğu kimi önümüzdəki bir neçə gün ərzində dəyişkən qeyri-sabit hava şəraiti hökm sürəcək və təbii ki, dağlıq ərazilərdə yolların buz bağlayacağı da, eyni zamanda bəzi magistral yollarda buz bağlayacağı da ehtimal olunur yolların və bu baxımdan da təhlükəsizlik qaydaları ön plana çıxır ki, həm sürücülər, həm də sıravi vətəndaşlar bu məqamları diqqətdə saxlamalıdırlar və qurumların ünvanladığı təhlükəsizlik qaydalarına əməl edərək risklərin qarşısını almış olaraq. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə ətraflı məlumat üçün.